Türk dövlətləri liderləri Türk dünyasının mənəvi paytaxtlarından birinə, Türkistana toplaşır. Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi zirvə görüşüsü. ilə qədər yaşı olan Türkistan şəhəri qədim türklərin məskənlərindən biridir. Şəhərin adı da özündə bunu ehtiva edir. Türklərin yurdu. Türk dünyası 4,5 milyon kvadrat kilometr ərazini, 200 milyondan çox əhalinin yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Türk Dövlətləri Təşkilatının ümumi daxili məhsulu 2,4 trilyon dollardan çoxdur. Eyni zamanda bu coğrafiya siyasi, iqtisadi, resurs və demoqrafik gücü özündə birləşdirir. Azərbaycan üçün isə Türk dövlətləri ilə əlaqələr xarici siyasət istiqamətlərinin fövqündə dayanan məsələdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5%-dən çox artaraq 7,3 milyard Amerika Birləşmiş Ştatları dollarına çatıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard Amerika Birləşmiş Ştatları dollarıdır. Bu cür mötəbər tədbirlərdə heç şübhəsiz təhlükəsizlik ən ümdə məsələlərdən biridir. Türkistan, Türk dünyasının mənəvi paytaxtı. Türkistan küçələrini iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın bayraqları bəzəyir. Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi zirvə görüşləri Azərbaycan prezidentinin təşəbbüsü ilə keçirilməyə başlanılıb və ilk belə toplantı Şuşada baş tutub. Bu dəfə isə liderlər Türkistanda bir araya gəlir və bu dəfəki toplantını əhəmiyyətli eləyən onun birincisi regionda təlatümlərin baş verdiyi dönəmdə keçirilməsi, ikincisi isə süni intellekt və rəqəmsallaşma mövzusuna həsr olunması ilə bağlıdır. Zirvə görüşü çərçivəsində liderlərin proqramı həm də mədəni tədbirlərlə müşahidə olunacaq. Həmin tədbirlərdən biri, məsələn, Həzrət Sultan Milli Tarixi Mədəniyyət Muzeyinin ziyarət olunmasıdır. Qeyd eləyək ki, hazırda muzeydə 26 mindən çox eksponat var ki, onların da təxminən 80% artefaktdır. Mədəni proqram çərçivəsində növbəti tədbir yerinə elektrokarla hərəkət edirik. Xoca Əhməd Yasəvi məqbərəsi. Məqbərə Əmir Teymurun göstərişi ilə görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə inşa olunub. Kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaqlar yerləşir. Eyni zamanda bu cür nadir artefaktlar, kitablar qorunub saxlanılır. Əhməd Yasəvinin məzarı məhz burada yerləşir.